Bismillahirrahmanirrahim və bihi nəstə'in innehu xayrun nasirin və mu'in. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Bu günləri qəbahətli əməllərlə fəzilətli əməllərin qarışıq düşməsi haqqında söhbət edəcəyik inşallah. Baxın, fəzilətli əməllərlə qəbahətli əməlləri qeyd eləməzdən öncə hər birimizin bilməsi vacib və zəruri olan məsələlərdən biri budur ki, bəzən qəbahətli əməllərlə fəzilətli əməllər bir-birinə bənzədiyi üçün bir qarışıq düşürlər və insan bəzən səhv salır ki, gördüyüm bu əməl fəzilətli əməldir yoxsa qəbahətli əməldir. Məsələn, bir insan hər hansısa bir işi yerinə yetirir, amma elə düşünür ki, gördüyü bu iş fəzilətli bir əməldir. Amma yox, əslində bu gördüyü iş qəbahətli bir əməldir. Buna görə də bizim vəzifəmiz nədir? İlk öncə odur ki, fəzilətli əməllərlə qəbahətli əməlləri bunları bir-birindən ayırd etmək, tanımaq, bilmək və hansı əməlin əsl fəzilətli əməl, hansı əməlin isə qəbahətli əməl olduğunu öyrənməliyik və özümüzdəki nöqsanları aradan qaldıraraq bunları da yoluna qoymalıyıq. İndi bu barədə diqqətinizə bir neçə dənə məsələni çatdırmaq istəyirəm. Bunlardan birincisi hikmət məsələsidir. Əvvəlki bəhslərimizdə də yadınızdasa hikmət haqqında danışmışdıq ki, hikmət məsələlərin həqiqətini, mahiyyətini olduğu kimi dərk edib anlamaqdan ibarətdir. Diqqət edin, lakin məsələnin həqiqətini olduğu kimi bilib, dərk etmək öz-özlüyündə kifayət eləmir. Buna bir misal çəkmək istəyirəm. Baxın, fərz edin bir nəfər insan Quran-ı Kərimi başdan axıra qədər hifz eləyir, bilir. Hətta tərcüməsini, mənasını və hətta deyək ki, onun şə'n-i nüzuluna qədər hər bir şeyini bilir. Kamil şəkildə təsəllütü var Qurana. Amma əgər bu Quranı bu qədər bilməklə yanaşı, bunun qəlbində yəqini olmasa bildiyinə və qəlbində bir arxayınçılıq olmasa, o zaman bunun bildiyi, bunun bir dərdinə dəyməz. Diqqət eləyin, məsələlərin həqiqətini hətta düzgün belə olsa kör-körənə öyrənmək buna hikmət deməzlər. Yəni, belə bir şəxsi həkim, hikmət sahibi adlandırmazlar. Niyə? Çünki hikmət mütləq yəqinlə bahəm olmalıdır. Yəni, bir insan hətta Quran-ı Kərimi qeyd elədiyimiz kimi kamil şəkildə bilə, amma bildiyinə yəqini olmayaq, qəlbində o şeyə qarşı bir arxayınçılıq olmasa, onda belə bir şəxsi hikmətli insan adlandırmaq olmaz. Belə bir şəxsin hikməti bilirsiniz nəyə bənzəyir? Məsələn, necə ki, özünü böyük insanlara bənzətməyə çalışan, onların danışdığını deməyə çalışan, hərəkətlərini, rəftarlarını etməyə çalışan balaca uşağa bənzəyir. Necə ki, məsələn, balaca uşaq təqlid edir də bir növ kör-körənə ki, onların elədiyini eləsin, dediyini desin. Və ya başqa bir misal vuraq. Məsələn, bir heyvana, papuqaya bir neçə kəlmə əzbərlədərsən, o da onu təkrarlayar. Amma dediyi sözü bilmir ki, nə deyir. Sadəcə əzbərləyir və onu təkrar edir. Bu cür insanların da hikməti eyni ilə buna bənzəyir ki, bildiklərinə yəqini yoxdur, qəlbində aramçılığı, arxayınlığı yoxdur. İkinci məsələ, əzizləyicilər, iffət məsələsidir. Baxın, iffət nədir? İffət yəni şəhvət qüvvəsinin ağıl qüvvəsinə tabe olaraq onun əmr etdiklərini icra etmək, qadağan etdiklərindən də çəkinməyə deyilir. Bu məsələ ilə də bağlı istəyirəm bir neçə məsələni, mövzunu diqqətinizə çatdıram. Bunlardan birincisi budur ki, birinci dəstə daha doğrusu budur ki, məsələn, baxın, elə insanlar var ki, dünyadan, sırf dünyanın özünə görə əl çəkiblər. Yəni necə? Məsələn, hər hansısa bir dünyavi ləzzətlərdən ona görə əl çəkirlər ki, başqa insanlar bunu iffətli insan kimi tanıyaraq onu tərifləsinlər, onun haqqında gözəl sözlər desinlər ki, yəni bu nə gözəl insandır, nə iffətli insandır. Əslində belə insanları
iffətli insan adlandırmaq olmaz. Çünki niyə? Bunlar həqiqətdə riyakar insanlardılar. İffətli insan deyillər. İkinci dəstə isə, həmən bu iffət sifətinə aid olanın ikinci dəstəsi isə belə bir insanlardır ki, məsələn, dünyavi ləzzətlərdən həddindən artıq o qədər dadıblar ki, artıq bezibdilər. Məsələn, bir neçə misal çəkək, üzr istəyirəm, bir insan o qədər zina eləyib, o qədər şərab içib və yaxud da ki, o qədər qumar oynayıbdır ki, artıq bu ləzzətlərdən bezibdir, doyubdur bu ləzzətlərdən. Ona görə bunlara yaxın getmir. Və ya belə deyək də, hər hansısa bir insanın fiziki bir problemi var. Cismində bir dənə müşkülü var. Məsələn, bir insandır, fərz eləyin ki, ciddi bir dənə xəstəliyi var deyə artıq şərab içməyi buna doktor qadağan edibdir. Əgər içsə bilir ki, öləcək. Və yaxud da zina eləməyə artıq cismində müşkül var deyə bu işi görə bilmir, yaxın gedə bilmir. Yəni, cismani problemlərinə görə bu şeylərə yaxın gedə bilmir. Və yaxud da ki, elə insanlar da var ki, başqalarının dediqodusuna görə, onların söz-söhbətinə görə günaha yaxın ki, dünyavi ləzzətlərə yaxın düşmür. Məsələn, zina eləməyə, şərab içməyə, qumar oynamaq, siqaret çəkmək və s. bu kimi günahlara ona görə yaxın getmir ki, başqalarının dilinə düşməsin. Baxın, bu qeyd elədiyimiz insanları iffətli insan adlandırmaq olmaz. Çünki bunlar bunu Allaha görə yox, başqa hədəflərə, məqsədlərə görə yerinə yetirirlər. Bu mövzu ilə əlaqədar üçüncü qism bir dəstə də var ki, o da budur ki, məsələn, elə insanlarda var ki, hər hansısa dünyavi bir ləzzətin ləzzət olduğunu bilmir. Baxın, diqqət edin, bilmir ki, məsələn, bir dənə dünyavi ləzzətdir, bu insan ondan xəbəri yoxdur. Əgər bilsə, xəbəri olsa, bəlkə elə hamıdan qabaq gedib o işi görər. Bilmədiyinə görə o işə yaxın getmir, o işə yaxın düşmür və belə bir insanı da iffətli insan adlandırmaq olmaz. Bəs yaxşı, iffətli insan kimdir? Kimə iffətli insan deyilir? İffətli insan o şəxsə deyilir ki, bütün dünyavi ləzzətləri dadmaq şəraiti olduğu bir halda, yəni bunun qabağında heç bir maniyə, problem olmadığı halda eləyə bilər ki, bütün dünyavi ləzzətləri dadsın, amma buna baxmayaraq nə edir? O ləzzətlərdən ağlın sözünə qulaq asaraq üz çevirir, Allaha xatir bu şeylərdən çəkinir. Baxın, əsl iffətli, həyalı insan belə insana deyilir. Əlində şərait olduğu halda günahlardan və dünyavi haram olan ləzzətlərdən çəkinən insana deyilir. Bəli, dəyərli izləyicilər, bu mövzunun davamını Allahın izni ilə gələn verilişimizdə, bəhslərimizdə qeyd edib danışacaq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh.